Ha, mənim də evimdə var bundan. İlk işi açılır, bağlanır. Ya səbi. Mən hər gün bir qapı sındırıram. Bugün bu mənzili təqdim etməmişdən öncə bir ailəmizə göstərdim. Ailəmiz bu mənzili bəyənsə belə mənzili istəmədi. Niyəsini isə videonun ən sonunda mənzilimizi təqdim etdikdən sonra deyəcəm. Mənzilimizin ümumi sahəsi 181 kvadrat, 4 otaqdan ibarətdir. Bura bizim zal hissəmizdir. Zalımıza möhtəşəm, öz zövqünüzə uyğun, yumşaq mebellər seçib ailənizlə gözəl istirahət edə biləcəyiniz bir zonaya çevirə bilərsiniz. Və zal hissəmizdən də buradan eyvan hissəmizə çıxış mövcuddur. Onu da vurğulayım ki, bütün otaqlarımızdan eyvan hissəyə çıxış mövcuddur. 17 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. Bura bizim kiçik yataq otağımızdır gördünüz və burada bizim belə bir daha yataq otağımız var. Çamaşırxana hissəmizdir gördüyünüz kimi və gedək. Bura bizim divar içi yığılmış qapımız. Və burada ümumi hamam otağımız yerləşir. Tam burada isə bizim geniş olan yataq otağı hissəmizdir. Buranın özünə məxsus hamam otağı var. Və keçid etdik mətbəximizə. Gördüyünüz kimi mətbəximiz necə gözəl, auralı bir mətbəximiz var. Mən düşünürəm ki, bu mənzili alan xanım burada çox ideal bir dadlı yeməklər bişirəcəkdir. Yəni o ab-hava var mətbəxdə və gördüyünüz kimi mətbəxin bütün elektronikalarla təchiz olunmuşdur və vurğuladığım kimi bütün otaqlarımız daxil mətbəximizdən də eyvan hissəyə çıxışımız mövcuddur. Mən düşünürəm ki, mənzilin ən böyük pluslarından biri də odur ki, mənzil yelçəkəndir. Sizlərə mənzilimizin bir plusunu daha göstərmək istəyirəm. Bəzən olur ki, mənzildən çıxanda düşünürük ki, bütünü, feni və yaxud nə isə biz tokta qoymadıq ki və tam da bunun üçün mənzilimizdə ağıllı sistem quraşdırılmışdır. Bu sistem nə üçündür? Bu sistem siz mənzildən çıxdığınız zaman, yəni çöldə olduğunuz zaman mənzilə gəlmədən bütün elektrikləri söndürüb və yandıra bilərsiniz. Və gəldik təqdimatımızın ən sonuna. Sizcə niyə o ailə bu mənzili bəyəndiyi halda almaq istəmədi? Kommentariyalarda cavablarınızı gözləyirəm. Bir yerdə müzakirə edək. Düzgün cavabı tapana görək də nə hədiyyə edirik. Daha ətraflı məlumat və baxış üçün mənimlə əlaqə saxlayın.